dindarlığı yanlış anlayırıq. Belə olduğunda isə insanları Allahdan uzaqlaşdırırıq. Hər kəs özünü cənnət əhli görür, qarşısındakı də cəhənnəm əhli. Bu doğru deyil. Əksinə, salih insanlar əməllərini az görərdilər. Digər insanlar üstün görərdilər. Deyərdi, bunlar cənnət əhlidir. Mən hələ bu dərəcəyə çatmamışam. İnsanları şeytana qalib etmək əvəzinə şeytana yardım etdilər. Neçə gənc namazı tərk etməyə daha çox meyl etdi, sırf bir sözlə incildildiyi üçün. Neçə bir qadın ki, hicabı yalnız tərk etdi, bir hicablının ona kobud davranışına görə. Neçə insan bir dindardan pis rəftar gördüyü üçün dinindən uzaqlaşdı. Ən acı olan isə İslamı insanlara qorxu kimi göstərilənlərin var olmasından. Biz İslamın cazibəsi ilə insanlar cəlb etməliyikən, bəzən sərt yanaşmalarla onları uzaqlaşdırırıq. Biz bilmədən İslam ilə fanatizmi və dar düşüncəni eyni göstəririk. Lakin əgər bir dəvətçi sərt olarsa, Allah yüzlərlə rəhmətli dəvətçi göndərər. Əgər bir hicablı qadın qəddardırsa, Allah onu lütf və incəliklə tamamlayan başqa birini gətirər. Çünki gözəllik və mərhəmət İslamın qəlbində döyünən bir ruhdur.